Balam üçün Novruz xonçası hazırlayacağım məktəbə. Deyiblər ki, Novruz xonçası gətirmək. Maması da ona xonçası hazırlayacaq. Deməli, bizə nə lazımdır? Xonçanın özü, qəşəng baklava formasında almışam. Bizim xonçamız olacaq, dostlar. Qəşəngcə çıxardırıq. İndi biz onu dolduracağıq. Xonça qəşəng görünsün deyə. Bu ozma. Xırda-xırda şokoladlar. Bunlar da məncə xonçada gözəl görünəcək. Muradxan balamın xonçası gözəl olacaq. Vay, bu çek qalıb, pardon dostlar. Və bunu Muradxan balam zakaz eləyib. Bu xonçalıq deyil. Və kinderlərdə almışam. Yumurta əvəzi. Və belə bir kinderlər almışam. Bu da fındıqdan başlayırıq. Bismillah. Sevimli noğullar. Kadar arxası birini yeyirəm. Novruzun rəmzi qoqal. Ozma. Şəkər bura. Paxlavalar kağızlara qoydum ki, şirəlidir axı. Səliqəli olsun, yapışqan olmasın. Kinderlər. Xonçamız hazır. Nə gözəl xonça yarattın, ay Aygün. Adamın iştahı açılıb. Nyam 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 nyam. Xonça bağlamaq üçün kulyonka almışam. Yəni cığara almışam. Bəzəklə. Hansını seçək? Bunu seçək, yoxsa bunu dostlar? Kommentdə qeyd eləyərsiniz. Baxaram. Mənim seçimim kiminlə üst-üstə düşəcək. Mən seçirəm bunu. Bu cığaranı. Məncə bu cığara qəşəng sambalı görsənəcək. Yoxlayaq.